Verilən son məlumata görə New York Times, NBC News bu barədə yazır. Düzdür, adını açıqlamadıqları mənbəyə istinad edirlər. Ancaq hər halda qeyd olunur ki, Pentagon müharibənin ilk 6 gününə 11,3 milyard dollar xərcləyib. Bu bir iddiadır. Amma hər halda bu iddiadan çıxış eləyərək Amerika Birləşmiş Ştatlarının xərclərini göz önünə gətirmək istəyirəm və paralel şəkildə Amerika Birləşmiş Ştatları TRIP layihəsinə investisiya yatıracaqdır. Hazırda bu qədər maliyyənin xərcləndiyi bir zamanda sizcə Amerika Birləşmiş Ştatları yenə də bu layihə ilə bağlı prosesləri sürətli şəkildə icra edəcəkmi, yoxsa müəyyən müddət sizcə təxirə salma ehtimalları var? Mənə elə gəlir ki, bu TRIP layihəsinin təxirə salınması, əgər təxirə salına bilərsə, o maliyyə məsələləri ilə əlaqədar olmayacaq. Ona görə ki, müharibəni Amerika Birləşmiş Ştatları dövləti aparır və dövlətdən hərbiyə ayrılmış fondlar vasitəsilə aparır. Bu, heç də Amerika Birləşmiş Ştatlarının bu ədgər şirkətinin, özəl şirkətlərinin regionda bu TRIP layihəsini həyata keçirməsinə heç vəslə mane ola bilməyəcək. Müharibənin bu TRIP layihəsinin gelişməsinə səbəb isə bu Paşinyanın iddia etməsinə baxmayaraq, bu siyasi məsələlər, yaxud da ki, İranla olan müharibə bu ədgər formada təsir edə bilər. Yəni, biz Amerika Birləşmiş Ştatları və İsrailin İranda hansı səviyyədə qələbə çalmasından çıxış edərək bu layihənin həyata keçirib-keçirməməsi haqqında fikir söyləyə bilərik. Əgər Amerika Birləşmiş Ştatları və İsrail həqiqətən İranı zəiflədə biləcəksə və onun əlində olan qüvvələri ala biləcəksə və İran bundan sonra heç bir qonşularına təhlükə yaratmayacaqsa, təbii ki, TRIP layihəsinə heç bir problem olmayacaq. Yox, əgər Amerika Birləşmiş Ştatları istədiyinə nail ola bilməyəcəksə, onda vəziyyət tamamilə başqa cür ola bilər. Yəni, İran məhz Amerika Birləşmiş Ştatlarından qisas almaq məqsədi, yaxud da ki, onun regiondakı fəaliyyətini qarşısına almaq məqsədi ilə yeni güclə bu TRIP layihəsində həyata keçirməsinin qarşısını almağa qalxa bilər.